Herkese salam dostlar. Bugün biz çox maraqlı bir mövzu ilə studiyamızda Lalə xanımla birlikdə İS Community-nin yeni bir layihəsi olan təhsil sektoruna aid olan Qazaxstanda təhsil mövzusunu müzakirə edəcəyik. Studiyamızın qonağı bayaq da qeyd elədiyim kimi Lalə xanım Zahirdir. Xoş gəlmisiniz Lalə xanım. Salam dostlar. Təşəkkür edirəm Səidə xanım dəvətiniz üçün. Daha öncə Səidə xanım da qeyd etdiyi kimi bugünkü mövzumuz Qazaxstanda təhsildir. Bəli, çox aktual olan və düşünürəm ki, hər kəsə artıq maraqlı gələn mövzudan danışacağıq. Mövzunu müzakirə edəcəyik, daha doğrusu bugün ikimiz bir yerdə. Çünki bugünkü podkastımız biraz sual-cavab yox, daha çox birgə dialoq formatında olacaq. Hər halda düşünürəm ki, insanları çox maraqlandırır. Biz tələbələrə nə veririk, nə vəd edirik və Qazaxstanda təhsil, bu mənə elə gəlir ki, Azərbaycan üçün yenilikdir. Gəlin bu barədə danışaq. Çox gözəl, incə bir simə toxundunuz. Çünki hal-hazırda dünyada baş verən böhran içində və valideynlər çoxları sual verir. Xaricdə təhsil əl çatmazdır. Xaricdə təhsil bahadır. Xaricdə təhsil uşağı necə göndərəcəm xaricə? Uşaq uzun yolları fəth edəcəkdir. Nə bilim, perisatkalarla, viza problemləri ilə, burada tranzitlə keçməklərinlə, yəni bu kimi problemlərin əl çatmazdır. Demək olar ki, bir çoxları üçün əl çatmazdır. Amma biz bugün elə studiyamızda oturub bunu müzakirə etmək istəyirik ki, bu mövzu həqiqətən də artıq əlçatandır. Və düşünürəm ki, biz sırf Qazaxstanda niyə təhsil, bu barədə başlayaq danışmağa Lalə xanım. Qazaxstanda təhsil o qədər geniş formada yayılıb ki, mən bu xəritəni göstərmək istəyirəm. Yəni diqqət eləsəz baxın, Qazaxstanın hər bir bölgəsində, hər bir nöqtəsində gözəl, beynəlxalq səviyyədə top universitetlər, QS reytinginə daxil olan universitetlərin hər birinin filialı var. Bəli, filialların sayını mən qeyd eləmək istəyirəm. Filialların sayı çox böyük saydadır. 2026-cı ilə qədər ölkə başçısı Qazaxstanda çox böyük bir inqilab etmək istəyirdi. 2026-cı ilə qədər zaman vermişdi və bu zaman çərçivəsində düz 48 filial, yəni top universitetlərin filialları Qazaxstanda fəaliyyət göstərməyə başlamalı idi. Hal-hazırda biz hələ 2025-ci ildəyik və Qazaxstanın artıq belə deyək, filiallarının sayı 40-a bərabərdir. Yəni cəmi 8 universitet çatmır ki, bu say 48 olsun. Universitet dediyimiz böyük kampuslardır. Bu barədə danışaq biraz Lalə xanım. Ümumiyyətlə Qazaxstan təhsil sektorunda, təhsil sahəsində çox böyük sıçrayışlar eləyib. Yəni bunu gəlin bugün burada etiraf edək və Qazaxstan hub yaratmaq, Qazaxstanda təhsil hub'ı yaratmaq kimi və Turan ölkələrini ora cəlb etmək kimi bir məqsədi var. Və bu bizi çox sevindirir. Çünki Qazaxstanda Türkiyə kimi və digər türk dilli regionlarımız kimi, dövlətlər kimi çox bizə yaxındır. Bəli. Və evladlarımızı biz Qazaxstana göndərərkən can rahatçılığı ilə, qəlb rahatçılığı ilə yollaya bilərik. Mən deyərdim, əlavə eləmək istəyirəm ki, bir var ki, biz Türkiyə göndəririk, o da bizim əslində qardaş dövlətimizdir, amma
məsafə baxımından biraz uzaqdır. Qazaxstan isə düz Xəzərin o tayındadır. Yəni Qazaxstan ən yaxındır bizə və əlbəttə ki, Lalə xanım düz qeyd elədi. Qazaxstan bizim qardaş dövlətimizdir. Yəni biz rahatçılıqla Qazaxstana yollaya bilərik uşaqlarımızı. Amma burada təkcə bu amil də deyil. Bir də biz onu qeyd eləyək ki, yenə də təkrarlayaq ki, vizasız rejimdə top universitetlərə sahib olur uşaqlar. Gəlin indi bir mövzuya da toxunaq. İkili diplom məsələsinə toxunaq Lalə xanım. Qazaxstanın təhsil sahəsində beynəlxalq sazişləri var. Bütün dünya üzrə top universitetlərinə və siz Qazaxstanda oxuduğunuz zaman və onu bitirdiyiniz andan sizin diplomunuz iki tərəfli sayılır. Yəni ikili diplom alırsınız. Həm Qazaxstan Universitetinin diplomunu alırsınız, həm də həmin tədris keçdiyiniz, təlim keçdiyiniz, bitirdiyiniz universitetlərin diplomunu əldə edirsiniz. Bir mövzuya da toxunaq. Bu əsas hansı fakültələrdir, hansı ixtisaslardır? Bu az saydamı, yoxsa həqiqətən də çox saydamı? Gəlin, bu çox faydalı məlumat olacaq izləyicilərimiz üçün. Hansı fakültələr var, nələr var və hansı dildə tədris olunur? Bəli, Saida xanım, tədris 3 dildədir təbii ki. Yerli Qazax dilində, rus dilində və ingilis dilində. Könül rahatçılığı ilə uşaqlar IELTS-la qəbul ola bilərlər və yaxud hətta istəsələr ki, ödənişsiz təhsil alsınlar, onlar Qazax dilində bir il foundation keçərək həmin universitetlərə qəbul ola bilərlər. Və ən mühüm məsələ, hər il Qazaxstan Təhsil Nazirliyi tərəfindən 500 qrant ayrılır. Bu çox maraqlı, xarici tələbələr üçün. Və bu çox gözəl fürsətdir ki, Azərbaycan tələbələri, Azərbaycan abituriyentləri bu fürsətdən istifadə eləsinlər. Çünki qrant zamanı, uşaqlar qrantı udan zaman onlar təbii ki, tamamilə pulsuz təhsil alacaqlar. Pulsuz yerləşdirmələr olacaq. Stipendiyalar da alacaqlar. Gəlin onu da qeyd edək. İmtiyazları olacaq. Bəli, əlavə imtiyazları olacaq. Hansı ki, ora həm uşaqların tibbi sığortaları daxildir. Gediş-gəlişləri hətta endirimli qiymətlə olacaqdır. Əgər məsafəli olursa kampuslar və yaxud tutduğunuz, yaşadığınız yerlər transfer yəni nəqliyyatla problem yaşamayacaqsınız. Bu çox gözəl fürsətdir dostlar və çox istərdim ki, sırf elə o 500 qrantı bizim Azərbaycan tələbələrimiz qazansın. Bəli. Gəlin Lalə xanım, bunu da müzakirə eləyək ki, bəs yaxşı, biz niyə biz bu barədə danışmağa başladıq və biz nə vəd edirik bu gənclərə, bu gələcəyin abituriyentlərinə və hansı məqamla biz onları belə deyək bu yola cəlb eləyə bilərik? Gəlin bu barədə danışaq. Mən istəyirəm bir balaca məqama toxunum. Deməli, artıq abituriyent olanda və yaxud hətta daxil olma prosesi, imtahanı keçiriləndən sonra bizim insanlar xaricdə təhsili o zaman düşünür ki, alternativ yol axtarır. Bəli, bu danılmaz faktdır, bu belədir. Alternativ yol olaraq da bunu düşünə bilərsiniz. Amma biz daha gözəl şeylər vəd edirik. Mən düşünürəm ki, biz artıq 7-ci, 8-ci siniflərdən uşaqları himayədarlıq edib hazırlaya bilərik. Bu, mən yenə də vurğulamaq istəyirəm ki, top universitetlərdir. Yəni, bu elə belə necə gəldi, yenə deyirəm, alternativ bir variant deyil, alternativ bir vasitə deyil. Sırf hazırlaşıb o universitetlərə daxil olmağı arzulasın bizim uşaqlar, mən düşünürəm. Və əlbəttə ki, biz bunu sizə vəd edirik. Ən gözəl də nümunə o olar ki, hər kəs üçün Wales-in Cardiff Universiteti sırf region olaraq Qazaxstanı seçib. Yəni Qazaxstanda Cardiff Universitetin filialı var və orada dərslər
düşünməyin ki, Qazax müəllimləri keçir və yaxud hətta Qazax müəllimləri tədris etsələr də onlar öz təcrübələrini sırf Uelsin Cardiff Universitetində təlim alıblar və həmin təlimləri eyni o universitetdə hansı fakültələr var, hansı disiplinlər varsa, onlar eyni Qazaxıstanın filialında tədris olunurlar. Yəni bu çox gözəl fürsətdir və mən çox istərdim ki, burada bir qiymət səsləndirəcəm, belə deyək. Həmin universitetlərdə Düşünün. Yəni qiymətlər, təbii ki, bilirsiniz, İngiltərədə oxumaqla Qazaxstanda oxumaq arasında böyük bir fərq olacaqdır. Bəli. Qiymət baxımından, tədris baxımından heç cür yanı təsir olunmayacaqdır. Bir şey ki, 45 min dollara ili sizə başa gələn bu tədris Qazaxstanda cəmi cümlətən 17 min dollara başa gələcəkdir. Bəli, 2 dəfədən də aşağı. Yəni Çox aşağı qiymətə. Yəni siz eyni səviyyədə təhsili ala biləcəksiniz. Özü də uzağa getmədən, dinimizə uyğun, mentalitetimizə uyğun, mədəniyyətimizə, tərbiyəmizə uyğun bir regionda həmin təhsili alacaqsınız. Hətta Sayidə xanım, bunu sizə qeyd eləmək istəyərdim ki, Amerika Birləşmiş Ştatlarında bilirsiniz, yeni mövqelər var, sanksiyalar var və müəyyən imtiyazları yarıya endirməklər var və Harvard Universiteti PhD sayəsində, yəni tam 50% azaldıblar. Bu o deməkdir ki, Qazaxstanda siz bütün yəni orada bu fürsətlərdən istifadə edərək yüksək səviyyədə, yəni PhD səviyyəsini qazana bilərsiniz. Bəli, elə Lalə xanım da yaxşı məqama gəldi, çatdı. Mən səviyyələr barədə də biraz məlumat verim ki, magistr səviyyəsi və PhD səviyyəsini də rahatca Qazaxstanda seçə bilərsiniz. Bir məsələ var ki, bunu qeyd etməsəm olmaz. Qazaxstanda bakalavr səviyyəsini oxuyan tələbələrə tələblər çox böyükdür. Yəni oxumaq tələbləri çox yüksəkdir. Nə mənada? Siz həqiqətən də burada oxumalısınız və həqiqətən də diplomlarınızı qazanmalısınız. Elə məhz buna görə də dünya səviyyəsində keçərli diplomları var və bayaq da qeyd elədiyimiz kimi bu diplomlar bütün belə deyək də sazişlərə əsasən bütün regionlarda və dünya səviyyəsində keçərlidir. Artıq Harvardı biz əbəs yerə xatırlamadıq. Onun səviyyəsində EduHub olan Qazaxstanın universitetləri dünya səviyyəsindədir. Bu maraqlı məqama da toxunmaq istəyirəm. New York Film Akademiya Qazaxstanda böyük bir şəhərcik yaradıb. Hansı ki, Jackie Chan'ın orada yeni filmi çəkiləcəkdir. Yəni onu sizin nəzərinizə çatdırmaq istəyirik ki, dostlar, bugün Qazaxstan çox böyük inkişaf edir. Təhsil barəsində, kinoindustriya sektorunda, hətta bizim belə bir razılığa gəldiyimiz memorandumumuzda bir məqama da toxunduq ki, burada İncəsənət Universitetində oxuyan tələbələr 1 illik ora təcrübəyə gedə bilərlər. Yəni bəli, bu böyük bir fürsətdir. Çox düşünürəm böyük. ki, çünki öyrənəcəkləri dünya səviyyəsində, Hollywood səviyyəsində çəkilən filmlərin təcrübələri olacaqdır. Yəni, bəli, düşünürsünüzmü ki, Jackie Chan orada hal-hazırda film çəkir və siz də o filmin çəkilişində iştirak edirsiniz. Əziz və dəyərli dostlar, yəni bu qədər fürsət mən düşünürəm ki, hər adamın ayağına gəlmir, amma çox münasib qiymətə yenə də qeyd eləyək, buna nail olmaq olar. Magistrlarımız, doktorantlarımız, hətta təbii ki, orada qəbul haqqında məlumat ancaq avqust ayında çıxır. Əgər magistraturaya və ya doktoranturaya qəbul olursunuz, bunu da nəzərə almışıq və söhbət əsnasında, razılıq əsnasında bizim cavan oğlanlarımızı, igidlərimizi də düşünərək və onların təbii ki, hərbi xidmət vaxtını nəzərə alaraq
sizin qəbul haqqınızda qəbul olduğunuz andan sizə arayış veriləcəkdir. Bəli. Ki, Bu da vacib siz məqamdır, artıq düşünürük. ora qəbul olmusunuz, hərbi çağırış strukturlarına təqdim edə bilərsiniz həmin sənədi. Qeyd eləmək istəyirəm ki, əgər sizin maraqlı suallarınız yaranarsa, əgər bu mövzu ilə maraqlanırsınızsa, ESL Azərbaycanın nümayəndəliyi olaraq sizə əlbəttə ki, bu sualların cavabına könül rahatlığı ilə biz cavab verə bilirik. Dediyimiz kimi, biz Is Community olaraq Lalə xanımla birlikdə bu yola çıxmışıq və Qazaxstana tələbələri və magistrları və hətta PhD səviyyəsinə gedən, oxumaq istəyən hər kəsi biz yola salacağıq. Biz bu mövzuda sizə dəstək olacağıq. Saida xanım, çox gözəl vurğuladınız ki, qəbul prosesini əvvəldən axıra kimi biz müşahidə edəcəyik və sizin yanınızdayıq. Təbii ki, bilənlər bilir. Bilməyənlər də bilməlidir ki, bu proses ağır və çətin bir yoldur. Çünki burada uşaqlarımız, bizim çoxu, valideynlər də olsun, uşaqlar da olsun, biz onları hazırlamırıq. O səviyyədə ki, sərbəst tutağım, motivasiya məktubu yazsınlar, sərbəst sözlərini təqdim eləsinlər və çoxlarına aid deyil təbii ki. Yəni indi məni də arada topa tutacaqlar ki, niyə çoxluğun adından danışırsınız, amma iş orasındadır ki, uşaqlar gəlin bunu da etiraf eləyək, əziz valideynlər, gənclər ki, biz hal-hazırda asosial uşaqlarla rastlaşırıq. Hansılar ki, sosiallaşmağa çətin gedirlər və özlərini elementar səviyyədə təqdim eləmək uşaqlarımız üçün problemdir. Bəli. Çünki bu test sistemi deyəkmi, müəyyən esselerin yığılmasımı deyək, biz yadımızdadırsa bizim oxuyan illərdə bizim məktəb vaxtımızda biz gözəl inşalar yazardıq. Bəli. Biz gözəl ifadələr yazardıq. Təəssüf ki, bu zamanı artıq getdi. Ay sağ olun, bu getdikcə də gedir, azalmağa doğru gedir və uşaqlarımızda hardasa bir nakamlıq var. Özünü təqdim eləməkdə, gözəl yazmaqda, nə isə bir gözəl bir izah eləməkdə. Bunların da üstəsindən sizə dəstək olmağa biz hazırıq. Çünki xüsusi mentorlar ayrılacaqdır. Bəli. Uşaq özüm yazmıram və yaxud mənim yerimə siz yazın o motivasiya məktubunu, o rezümeni və təqdim eləyin universitetə. Belə bir şey yoxdur. Olmayacaq belə bir şey. Onları biz hazırlayacağıq, öyrədəcəyik. Uşaqlar öyrəşəcəklər, biləcəklər ki, onu necə yazmaq lazım. Öz sənədlərini özü hazırlasın. Ay sağ olun, bu niyə vacibdir? Əziz valideynlər, əsasən valideynlər dinləsin bizi. Çünki onlar Qazaxstana universitetə qəbul olduğu andan onları belə deyək, intervyulara dəvət eləyəcəklər. Müəyyən fakültələr var ki, hətta pedaqoji fakültələr, pedaqoji universitetlərin pedaqoji fakültəsinə qəbul olan zaman uşaqlara intervyuya dəvət edirlər və onlara orada həyatı suallar verirlər. Məktəbdə keçdiyi sualları vermirlər. Fonetikasından və yaxud başqa şeylərdən, yəni çox xülasə girməyim o tərəflərə. Uşaqlara davranış, qabiliyyət sualları verəcəklər və öz qabiliyyətlərini göstərməli olacaqlar orada. Buna da biz bu prosesə uşaqları hazırlayırıq. Valideyn də hazırlayırıq. Uşaq da psixoloji durumda tam hazır gedir ora ki, mən hazıram və mən bütün suallara, intervyulara rahat şəkildə cavab verəcəm. Bəli, qeyd edim ki, bu çox böyük, önəmli bir hissədir. Çünki bunu sırf İSİL Qazaxstan olaraq biz İSİL Azərbaycana bu dəstəyi göstərir. Bəli. Deməli, onu da qeyd eləmək istəyirəm ki, uşaqların orada artıq qəbul aldıqdan sonra davranışlarımı deyək, ümumiyyətlə harda qalacaqları və s. biz tərəfdən müşahidə olunacaq və əlbəttə ki, psixoloji yardım da edəcəyi olaraq ki, o mentorlar vasitəsilə ki, o uşaqlar qəbul aldı, artıq bizlik deyil, belə bir yola saldıq, getdik, yoxdur. Bəli. Hətta Qazaxstan prezidentinin əmri ilə xüsusi kabinet yaradılıbdır, operativ kabinet, harda ki, xarici vətəndaşların, xarici tələbələri nəzarətdə saxlayırlar.
Və bu çox mühüm bir məqamdır. Bəli. Onlar ayda bir, onlarda görüş keçirirlər. Onların yaşadığı barədə, yaşadığı yerlər barədə, nə yedi, nə içdi belə deyək də, loru dildə deyək ki, cəmaata hər bir kəsə də Əlbəttə. agah olsun ki, Bəli, tədris və prosesi. tədris ən önəmli də olan tədris prosesi barədə sorğu suallar verirlər ki, siz bu dərsləri, bu disiplinləri müəllimlər necə keçir? İncitmirlərmi heç bir kəsi? Yəni hər hansı bir mənimsəyə problemləri bilirmi? varmı? Və yaxud mənimsəməklə onların bir problemi varmı? Varmı? Dəstək göstərilir. Yəni bu mühüm və vacib bir andır. Çünki istər-istəməz 16-17 yaşında evladlarımız məktəbi bitirib daima ana-ata nəvazişi görən, isti evdə Bəli. yemək yeyən, gəlin bunu etiraf eləyə, biz evladlarımızı çox bəsləyirik, Azərbaycanın çox mentalitetidir saxlayırıq, bu, bəli. bəli. Biz evladlarımızı ay üfürmə, üstündən külək keçdi, yanından külək keçər, toz qonar balamızın üstünə. Bəli. Yəni bu ana olaraq Saida xanım da bir ana olaraq bunu çox gözəl bilir. Deyim ki, 4 uşaq anası olaraq Lalə xanım deyir bunu. Bəli, bu arada təşəkkür edirəm xatırlatdığınız üçün. Yəni biz evladımızı göndərərək düşünürük, ayda nə yeyəcək, nə istəyəcək, əli istidən soyuğa girəcəkdir. Yəni uşaqlar da buna öyrəşirlər. Daima himayə altında Gəlin onu olurlar. da deyək ki, yaxın olduğundan, o baxımdan da valideyn özü də tez-tez Valideyn də gedib tez-tez, gələcək. yəni heç də baha başa gəlməyəcəkdir. Bəli. Və uşaq da artıq orada özünü yad hiss eləməyəcək. Bəli. Bilirsiniz, əsas məqam budur. Yəni mən gəlmişəm, mən burdayam, mən yadam. Yox, siz yad olmayacaqsınız. Yadlıq hiss eləməyəcəksiniz. Çünki burada biz varıq. İSİL Azərbaycan, orada da İSİL Qazaxstan var. Bəli. Və bizim sırx əlaqələrimiz memorandum əsnasında, bizim razılaşma protokolları əsasında Bəli. bunlar hamısı müşahidə olunacaqdır və sizin evladınız güvəndə əllərdə olacaqdır. Əziz valideynlər, valideyn üçün də nə lazımdır? Uşağımın qarnı tox olsun, ayağı isti olsun və ən önəmlisi biliyi olsun. Təhsilini alsın. Təhsili olsun, biliyini alsın. Çünki ən gözəl investisiya, bunu daima hər kəs də qeyd Bəli. edir. Evladının təhsilinə qoyduğun investisiyadır. Gəlin bunu da etiraf eləyək ki, Azərbaycanlı valideynlər evladının təhsilinə, yetəri qədər xərc hətta qoyur. Xaricdə təhsilinə bir çoxlarımız, yəni Önəm bunu veririk. Bəli, gözə alırıq. Yəni bu Düşünürük. yeməyək, içməyək, Bəli, amma evladım bunu ən eləyirik. gözəl təhsili alsın, ən gözəl, ən Niyə də yaxşı siz onu universitetdə, məktəblərdə təhsil alsın. Niyə də siz onu sərfəli qaydada Ay sağ olun. etməyəsiniz? Yəni sərfəli o mənada ki, həm maddi olaraq əziz valideynlər, həm də diqqət olaraq, mental olaraq evladınızdan rahat olacaqsınız. Bəli. Ki mənim evladım orada rahat şəraitdə tədris alır. Hətta bunu da qeyd edeyim Saida xanım, son görüş zamanında biz belə bir sualla yaxınlaşdıq bizim Batagöz xanımımıza. Buradan da onu salamlayırıq. Здравствуйте. Demək ki 9-cu sinifi natamam orta məktəbi bitirən evladlarımız Bəli, da bu da vacibdir. müraciət edə bilərlər ora. Yəni Bəli. Qazaxstanda təhsillərini davam eləyə bilərlər. Bu da vacibdir. Və eyni səviyyədə orada oxuya-oxuya foundation alacaqlar, dəstək görəcəklər ali təhsil üçün. Valideynlərin Çox vacib özləri bir də şeydir. Qazaxstanda artıq yaşamağı belə gözə ala bilərlər. Mən düşünürəm, onlar onu da Evladların edə yanında bilərlər. yerləşə bilərsiniz. Bəli. 9-cu Onlayn sinifdən. işləyən valideynlərimiz hansı ki influencerlərdir, rahat şəkildə, yəni oradan da yaşayıb idarə eləyə bilərlər. Çünki həm qiymət baxımından, hər bir baxımından, yəni Azərbaycana isti, yaxın olan bir dövlət, millət kimi bir ev kimi baxa bilərsiniz yəni onlara. Bəli. Saida xanım, hətta bunu qeyd etmək istəyirəm. Bizim yay məktəbimiz olacaqdı. Gəlin biraz da bu yay məktəbindən danışaq. Nələr vəd edirik? Uşaqlarımızı necə orada qarşılayacaqlar? Harda, hansı məktəb? Çox gözəl mövzudur. Lalə xanım, həqiqətən də bu çox uzun mövzudur. Bizim podkastımızın vaxtı məhdud olduğuna görə çox qısaca bu barədə də biraz məlumat verək. Bu bizim sırf İSİL Azərbaycanın Qazaxstana olan təklifidir. Əslində Qazaxstanda təbii ki, öz uşaqları üçün belə bir təkliflər var. Bəli, düşərgələr bəli, keçirilir.
Amma Azərbaycan da təklif edən kimi onlar bunu çox gözəl qarşıladılar. Sevə-sevə qəbul Bəli. etdilər. Yəni çox Və gözəl. bilirsiniz ki, Qazaxıstanın ərazisi çox böyükdür və Qazaxıstanın bir başında yaşayan uşaqlar əlbəttə ki, digər tərəfə qonaq olaraq gedir və baxmaq istəyir ki, görək bizim böyük ölkəmizdə nələr var. Bizim uşaqlara da mən düşünürəm ki, bu düşərgələr çox maraqlı olacaq və əlbəttə bu ki, haqqda biz gələn podkastımızda işıqlandıracağıq və əlavə əgər məlumat almaq istəsəz, təbii ki, bizim artıq Instagram səhifəmiz var. Mövcuddur, İsil bəli. Az səhifəsinə daxil olaraq bizə direktdə yazaraq oradakı nömrələrə zəng edərək WhatsApp üzərindən belə müraciət edə bilərsiniz və biz böyük məmnuniyyətlə Is Community komandası olaraq sizə bütün məlumatları, informativ olan və sizə maraqlı olan sualları nəzərinizə çatdıracağıq və cavablandıracağıq. Düşünürəm ki, bu məqamda ilə verilişimizi yekunlaşdıraq və əlbəttə ki, bizim verdiyimiz məlumatlar son deyil. Biz sizə yenə də qayıdacağıq və çoxlu məlumatlar verəcəyik hər bir məqam barədə ayrı-ayrılıqda və yenə də deyirəm ki, bizim ESL komandasından həmişə ünsiyyətdə olun, əlaqədə olun. Sizə maraqlı olacaq. Gözünüz, qulağınız bizdə olsun. Bəli.